Salam uşaqlar, xoş gördük uşaqlar. Bugünkü videomuzda Dünya Kupasının yamasını sizlərə başa salacağam, necə qurmaq olur. Gəlin keçid edəyin, necə qurmaq olacaq, onu başa salın birinci növbədə. Zəhmət olmasa kanalımıza da abunə olmağı unutmayın. Çünki videonu qabağa dala çəkmədən izləsəz, siz bu yamanı qura biləcəksiniz. Yamalarımız uşaqlar silinib təzədən yazılır. Maalesef güncəlləmək olmur. Mütləq şəkildə kanalımıza abunə olun və bildirimləri açın. İndi isə keçək necə qurmaq olur, onu başa salım. Videonun açıqlama hissəsində uşaqlar yükləmə linki olacaq. 2 dənə link olacaq. Biri 1 GB-dır, biri də 3 GB-dır. Mütləq şəkildə onları yükləyin. İndi isə nə edəcəyik? Məndə yüklü qaydası var. Sizlərə başa salacağım. Birinci növbədə Met Manageri siz qurmalısınız və Play Marketdə uşaqlar mütləq şəkildə o Play Marketi göstərəcəm. Bağlı tutun. Çünki alınmayacaqdır. Bağlamasaz. Mən göstərəcəm. Play Marketlə də bağlıdır. Bunu mütləq şəkildə bağlı saxlayın buranı. Keçid edən Met Managerə. Met Managerdə Google-dan əldə edə bilərsiniz. Dovlantın üstünə gəlirik uşaqlar. Gördüyünüz kimi BC26 PEC app'ı birinci qurmalıyıq mütləq şəkildə. Bunu quraq, gözləyin. Yüklənsin bura. Bir-bir uşaqlar göstərirəm ki, siz rahat qura bilərsiniz. Aha. Paketi yükləyicisi bir dəfə yəni paketi bir dəfə yükləyicisi ona basırıq, gözləyin. Mütləq şəkildə videonu uşaqlar axıra kimi izləyin, qabağa geri çəkmədən. Çünki axıra kimi izləsəz bir dəfə başa düşəcəksiniz. Burada bitsin. Gözləyək bir yerdə. Mən də təzə yükləyirəm sizlərdən bir yerdə ki, necə qurmaq olur, onu başa salım ki, rahat qura biləsiniz. Gözləyin. Bunu rədd edirik. Çünki icazə verməyək. Play Market açsın. Play Market'i açsa yüklənmək olmayacaq, qurmaq olmayacaq. Təəssüfdür. Aha. Aç sözünü basırıq. Uşaqlar, burada yüklənmə yəni qəbul eləməyəcək. Onu göstərəcəm, sonra necə açır. Ətraflı videonu çəkirəm ki, başa düşəsiniz. Bu oyunu atıb oyundan açacaq, amma yüklənmə gəlməyəcəkdir. Onu da etmək üçün necə eləmək lazımdır, onu göstərəcəm ətraflı. Gözləyin. Gözləyin. Aç sözünə basırıq. Bizi oynatacaq. Siz buradan çıxış eləməlisiniz. Təzədən Met Managerinin içinə getməlisiniz. Axıra kimi göstərirəm ki, başa düşəsiniz. Bax, gördüyünüz kimi. Sizdə belə olanda narahat olmayın. Heç bir narahat yoxdur. Keçək indi. Bunu biz yuxarı sildik, keçirik Met Managerə. Met Manager qalmışdı. Təzədən də aça bilərsiniz, problem yoxdur. Biz nə etməliyik burada? Gördüyünüz kimi, burada sol tərəfdə 3 xəttə basırıq. Burada da 3 xətt, üst-üstə belə xətti görürsünüz də. Yerli depolama. Yəni siz bunları eləməsəz alınmayacaqdır. Buradan da 3 xəttə təzədən basırıq uşaqlar. Bax, buradan 3 xəttə basırıq, düşürük aşağı həmən mən yüklədiyimi tapmalısınız buradan. Aha, bu çıxdı. Ən aşağıdan ikinci. Üstünə bir də basırıq. Bu klassoru kullan. İzin ver. Çünki izin verir. Gördünüz, gəldi bura düşdü uşaqlar. Biz nə etdik? Və gördüyünüz kimi. Bunun üstünə bir dəfə vurursunuz. Data sözü var. Siz burada qalırsınız uşaqlar. Zəhmət olmasa videonu dəfələrlə təkrar edirəm ki, sizə aydın olsun. Felix datadan sonra Felix və salam. İndi dovlantı sağ tərəfdə dovlantının içinə keçid edirik. Həmən bu gördüyünüz kimi 3 GB-lığı
tapırıq və onun üstündən basaraq iCloud sözünə vururuq və salam atacaq ora. 145 çıxarılma, yəni burada 33-dür hal-hazırda. Oyun açılacaqdır. İstəsəz Radno hesabınızdan giriş edin, istəsəz təzə hesab açaraq giriş edə bilərsiniz. Burada bitsin. Mən videonu açılanda videonu bitirəcəm, çünki məlumatlarım görünməsin. Videonun sonunda da sizlərə bildirim, təkrarlamaq kimi çıxmasın. Kanala mütləq şəkildə abunə olun və zınqrov var orada. Zəhmət olmasa yorum atın. Yorum atın, bilək kimlər qura bilir. Mütləq şəkildə dediyim kimi videonu atlamadan, keçid etmədən. İndi isə bax, gəlin indi oyunu açın. Birinci kərəmdir sizlərdən bir yerdə qururam. Sonuncu yamadı. Qeyd edəcəm orada. Videoda 6-cı yama qoyacam. Əsəbi 6-cı yox, 7-ci yamadır. Dünya kupası. Gördüyünüz kimi açıldı. Vəssalam, videomuz bu qədər, sağ olun.